Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən işığın sınması, işığın sınma qanunu, sındırma əmsalı başlıqlarının izahını verəcəm. Siz də bizə dəstək olmaq istərsinizsə, videolarımızı bəyənin və kanalımıza abunə olmağı unutmayın. Çünki sizin hər birinizin dəstəyi bizim üçün çox vacibdir. Əziz izləyicilər, bizə məlumdur ki, işıq elektromaqnit dalğası olub, həm eninə yayılır, həm də nədir? Uzunluğa yayılır. Bəs işığın sınması nədir? İşıq sındırma əmsallar bir-birindən fərqli olan iki mühiti ayıran sərhəddə düşdükdə sınaraq öz istiqamətini müəyyən qədər dəyişir. Bu hadisəyə biz işığın sınması hadisəsi deyirik. İşığın sınması hadisəsini ən yaxşı harda müşahidə edə bilərik? Əlbəttə, qaşığın sınmasında müşahidə edə bilərik. Məsələn, deyək ki, stakanın içərisinə, şəffaf stakanın içərisinə, buna nümunə olaraq armudu stakan deyək. Armudu stakanın içərisinə suyu töküb, sonra onun içərisinə qaşığı saldıqda görürük ki, qaşıq stakanın içərisində müəyyən qədər bölünmüş vəziyyətdə görsənir. Bu hadisəni izah etmək üçün əlbəttə işığın sınmasına müraciət etmək lazım. İşıq şüası, məsələn, su və hava sərhəddindən sınır və öz əvvəlki istiqamətini müəyyən qədər dəyişdiyindən qaşığı da biz bölünmüş vəziyyətdə görə bilirik. Burada iki mühiti ayıran sərhəd, baxın, iki mühiti ayıran sərhəd bu xəttdir. İki mühiti ayıran sərhəddə düşən şüaya biz düşən şüa deyirik. Yəni, iki mühiti ayıran sərhəddə gələn şüaya biz düşən şüa deyirik. Bəs iki mühiti ayıran sərhəddən, baxın, fikir verin, əvvəlki istiqamətini dəyişərək yönəlmiş şüaya isə biz nə deyirik? Əlbəttə, sınan şüa deyirik. Bəs bizə sınma bucağı dedikdə nə nəzərdə tutulur? Sınma bucağı dedikdə isə, əzizlərcə, bax, burada diqqətli ola, iki mühiti ayıran sərhəddə endirilmiş perpendikulyarla düşən şüa arasında qalan bucağa düşmə bucağı deyirik. Düşmə bucağı alfa hərfi ilə işarə olunur. Bax, yazıram. Düşmə bucağı. Deməli, nə oldu? Düşmə bucağı oldu. İki mühiti ayıran sərhəddə endirilmiş perpendikulyarla sınan şüa arasında qalan bucağı isə sınma bucağı deyilir və onu nə ilə işarə edək? Beta hərfi ilə işarə edək. Deməli, beta nə oldu? Sınma bucağı oldu. Baxın, buna isə biz sınma bucağı deyəcəyik. Baxın, bu da sınma bucağı adlanır. Bəs işığın sınma qanunu nədir? İşığın sınma qanunu dedikdə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən endirilmiş perpendikulyar eyni müstəvidə yerləşir. Təkrar edək. Düşən şüa, sınan şüa və düşmə nöqtəsinə endirilmiş perpendikulyar eyni bir müstəvidə yerləşir. Buna biz nə deyirik? İşığın sınma qanunu deyirik. Gəlin indi işığın sınma qanunundan çıxan nəticələrə baxaq. Bizə desələr ki, burada N nədir? N mühitin sındırma əmsalıdır. Və mühitin düşmə bucağının sinusunun sınma bucağının sinusuna nisbətinə bərabər olan fiziki cəmiyyətə mühitin sındırma əmsalı deyilir. Mühitin sındırma əmsalı N hərfi ilə işarə olunur, vahidi isə yoxdur. Sındırma əmsalı özü də iki yerə bölünür. Mütləq sındırma əmsalı, buradan yazaq. Mütləq sındırma əmsalı. Deməli, nə yazdı? Mütləq sındırma əmsalı. Bəs mütləq sındırma əmsalı dedikdə nə nəzərdə tutulur? İşığın vakuumda yayılma sürətinin mühitdə yayılma sürətindən və ya əksinə vakuumda dalğa uzunluğunun mühitdə dalğa uzunluğundan neçə dəfə böyük olduğunu göstərən ədədə biz mühitin mütləq sındırma əmsalı deyəcəyik. Nə deyəcəyik? Təkrar edək. Vakuumda yayılma sürətinin və ya dalğa uzunluğunun mühitdə yayılma sürətindən və ya dalğa uzunluğundan neçə dəfə böyük olduğunu göstərən ədədə nə dedik? Mütləq sındırma əmsalı dedik. Mütləq sındırma əmsalının üstünü biz burada yazsa, S bölünsün V və ya N bərabərdir. Nə yaza bilərik? Əlbəttə, lambda 0 bölünsün lambda deyə bilərik. Buradan görsənir ki, burada S
nədir? İşığın vakuumda yayılma sürətidir. V isə mühitdə yayılma sürətidir. Burada lambda 0 işığın vakuumda dalğa uzunluğudur. Lambda isə mühitdə dalğa uzunluğudur. Buradan diqqətlə baxsaq, V-ləri tapsaq və yaxud da lambdanı tapsaq, bax buradan tapırıq. V bərabərdir. Nə yaza bilərik? S bölünsün N yaza bilərik. Eyni qaydada lambda bərabərdir. Lambda 0 bölünsün N yaza bilərik. Diqqətlə baxsaq görərik ki, işığın mühitdə yayılma sürəti və ya dalğa uzunluğu sındırma əmsalı ilə necə asılıdır? Tərs mütənsib asılıdır. Biz bunların qrafiklərini çəkməyə çalışsaq, onların qrafikləri, məsələn, desək ki, V-nin nədən asılılığı, N-dən asılılığı necə asılıdır? Əlbəttə, tərs mütənsib asılıdır. V-nin N-dən asılılığını qursaq, o qrafik bu formada qrafik olacaq. Yəni, qrafikini bu formada quraq. Bu nöqtəyi isə 1 yazacaq. Bu 1 niyədir? Çünki ən aşağı sındırma əmsalına malik olan mühit hava və ya vakuumdur və orada da nəyə bərabərdir? 1-ə bərabər. Digər bütün mühitlərdə mühitin sındırma əmsalı 1-dən daha böyükdür. Deməli, nə dedik? Digər bütün mühitlərdə mühitin sındırma əmsalı 1-dən daha böyük olur. Burada nə yazırıq? 1 yaza bilərik. Yaxşı. Bəs mütləq sındırma əmsalını bu formada yazdıq. Nisbi sındırma əmsalı nə olan bir şeydir? Nisbi sındırma əmsalı isə, yəni bunu daha sıx yerləşdirə bilsək, deməli, nə dedik? Nisbi sındırma əmsalı. Bax, mütləq sındırma əmsalından necə asıldır yayılma sürəti? Tərs mütənsib asılıdır. Elə qalsın belə. Eyni qaydada yayılma dalğa uzunluğu isə nədir? Sındırma əmsalı ilə tərs mütənsib asılıdır. Gəlin indi buradan yazaq nisbi sındırma əmsalı. Nisbi sındırma əmsalı. Aha, nisbi sındırma əmsalını biz öyrənməyə çalışaq. Görəsən, nisbi sındırma əmsalı nə olan bir şeydir? Nisbi sındırma əmsalı mühitlərin sındırma əmsalından asılıdır. Yəni, birinci mühitin ikinci mühitə nəzərən nisbi sındırma əmsalı və yaxud da ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalı kimi ifadə eləyə bilərik. Məsələn, deyək ki, ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalı N2 1-dir. Biz bunu belə yaza bilərik. N2 bölünsün nə? N1. Yəni, ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalı adlanır. Əgər biz N2 bölünsün N1 yazırıqsa, onda nisbi sındırma əmsalını həm də belə yaza bilərik. N2 N-lə V necə asılıdır? Tərs asılıdır. Biz həm də yaza bilərik. V1 bölünsün V2 və ya lambda 1 bölünsün lambda 2 düsturu ilə hesablana bilər. Buna isə biz deyirik nisbi sındırma əmsalı deyəcəyik. Gəlin əziz dostlar, indi görürsən işıq şüası sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə və yaxud da sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçdikdə işıq şüası sınaraq perpendikulyara yaxınlaşır, yoxsa sınaraq perpendikulyardan uzaqlaşır. O hallara biz baxaq. Əvvəlcə gəlin şərt qoyaq. İşıq şüası sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçdikdə. Yəni, birinci N1, ikinci mühit N2-dir. Deyək ki, N2 böyükdür nədən? N1-dən. Nə dedik? Kiçik olan mühitdən böyük olan mühitə keçdikdə. Əziz dostlar, yadda saxlayın. Əgər işıq şüası sındırma əmsalı kiçik olan mühitdən, yəni N1 daha kiçikdir, böyük olan mühitə keçirsə, sınaraq perpendikulyara yaxınlaşır. İndi biraz sonra vizual proqram vasitəsilə, yəni FET vizual proqram vasitəsilə onu daha aydın görəcəyik. Sınaraq perpendikulyara nə edir dedik? Yaxınlaşır. Burada alfa deyək, hansı bucaqdır? Düşmə bucağı, beta sınma bucağı. Şəkildən də görsənir ki, alfa daha böyükdür nədən? Perpendikulyara yaxınlaşdığından betadan daha böyükdür. Bəs biraz öncə nə dedik? İşığın
Yayılma sürəti və dalğa uzunluğu nədən necə asılıdır? Sındırma əmsalından tərs mütənasib asılıdır. Əgər n2 n1-dən böyükdürsə, onda mən v1 v2-dən böyük deyəcəm. Eyni qaydada lambda 1 lambda 2-dən böyükdür deyəcəm. Amma desələr ki, yayılma tezliyi n1 bərabərdir n2 deyəcəm və enerjisi isə y1 bərabərdir y2 deyəcək. Deyəcəksiniz, bəs müəllim, y niyə? Y-nin düsturu y bərabərdir. İnşallah işıq kvantlarında öyrənəcəksiniz. Fotonun enerjisidir. H-nin düsturu vasitəsilə hesablanılır. İşıq şarları da foton sel olduğuna görə, əgər fotonun yayılma tezliyi dəyişmirsə, enerjisi də nədir? Dəyişməyəcək. Enerjisində də heç bir fərq olmayacaq. Bilirik də, ümumiyyətlə, bütün dalğalar bir mühitdən digər mühitə keçdikdə tezliyi, periodu və enerjisi dəyişmir. Bəs bizə desələr ki, işıq şüası sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçdikdə nə baş verir? Nə dedik biraz öncə? İşıq şüası sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçdikdə sınaraq perpendikulyardan uzaqlaşır. Nə deyəcəyik? Sınaraq perpendikulyardan uzaqlaşacaq. İşıq şüası əvvəlki yayılma istiqaməti belədir və sınaraq perpendikulyardan uzaqlaşdığına görə, bax, İndi sınma bucağı daha böyük qiymət alacaq. Yəni, bu bucağa biz düşmə bucağı demişdik. Alfa ilə işarə olunur. Bura yəni N1 deyək, burada N2 deyək. Şərt qoymuşduq ki, böyük olan mühitdən N1 daha böyükdür nədən? N2-dən. Yəni, böyükdən kiçiyə düşür. Burada beta deyirik. Görsənir ki, burada nədən böyükdür? Beta nədən böyükdür? Alfadan. Bu nə deməkdir? Sındırma əmsalı böyük olan mühitdən işıq şüası kiçik olan mühitə düşdükdə sınaraq perpendikulyardan uzaqlaşır. Onda mən V-ni müqayisə eləsəm, deyə bilərəm ki, V2 böyükdür nədən? V1-dən. Eyni qaydada lambda 2 böyükdür lambda 1-dən və yayılma tezliyi n1 bərabərdir n2-yə, eyni qaydada y1 bərabərdir y2-yə. Period haqqında da eyni şeyi deyə bilərik. Məsələn, periodu desə, T1 bərabər nə olacaq? T2, yəni yayılma periodu desə, bu kimi ifadə eləyə bilərik. Gəlin indi FET simulyasiya proqramı vasitəsilə biz dediklərimizi daha yaxşı görək. Görəsən, biraz öncə dediklərimizi necə görə bilərik? Açılsın proqram. Açıldı. Buradan görsənir ki, bizə bir dənə nöqtəvi işıq mənbəyi verilib. Buradan da görünür. Nə verilib bizə? Nöqtəvi işıq mənbəyi verilib. Bax, burada bizə nöqtəvi işıq mənbəyi verilib. İndi bizə verilib bir işığın intensivliyini ölçmək üçün bir cihaz verilib. Bucağı ölçmək üçün bir nəyimiz verilib? Xəttkeş verilib, yəni bucaq ölçən verilib. Deyək ki, bizə burada biraz daha çox elementlər olsun deyək. Biraz öncə dediyimiz kimi bucağı ölçən, sonra intensivliyini ölçən, işığın yayılma sürətini ölçən, bir də zamanı və yaxud da tezliyini ölçmək üçün istifadə eləyəcəyik. Gəlin nöqtəvi işıq mənbəyindən. Burada da iki mühit verilib. Birinci mühit olsun hava. Bax, burada hava verilib. İkinci mühitə isə biz nə deyək? Şüşə olsun. Digər mühitləri də göstərə bilərik. Biraz öncə dediyimiz kimi ən aşağı sındırma əmsalına malik olan mühit hava və ya vakuumdur. O da nəyə bərabərdir? 1-ə bərabərdir. Və burada da şüşə götürülüb və onun da sındırma əmsalı neçədir? 1,5-dir. Yaxşı, burada da nöqtəvi işıq mənbəyindən işıq şüası düşür. Bax, bu düşən şüadır. Bax, buna biz nə deyirik? Düşən şüa deyirik. İşıq şüasının bir hissəsi sınaraq perpendikulyara neyniyir? Bax, buna isə nədir? Sınan şüa deyil. Burada qalan bucağa, yəni perpendikulyarla düşən şüa arasında qalan bucağa düşmə bucağı, perpendikulyarla sınma bucağı arasında qalan sınan şüa arasında qalan bucağı isə sınma bucağı deyil. Buradan da görsənir ki, işıq şüasının hər ikisi, yəni tam hissəsi iki mühitə ayıran sərhəddən tam sınmır. Bir hissəsi neyniyir? Qayıdır. Deməli, işıq şüasının yayılma intensivliyində fərq olacaq. Burada qırıq-qırıq xəttlər əlbəttə iki mühitə ayıran sərhəddə endirilmiş perpendikulyar. Gəlin əvvəlki yayılma intensivlikləri görəsən həqiqətən də fərqlidir, yoxsa eyni? Bax, burada göstərək, neçə faiz göstərir? Yox, bu zamandır.
Əvvəlcə intensivliyinə baxaq. Bax, burada neçə faiz göstərir işıq şüası? 100% göstərir. İndi gəldik, bura baxırıq neçə? 90,81 göstərir. Deməli, işıq şüası sındıqda intensivliyində nə oldu? Fərq oldu. Fikir verin, burada isə 9 tam neçə? %19 göstərir. Deməli, işıq şüasının çox bir az hissəsi, yəni az hissəsi qayıdır. Amma digər böyük bir hissəsi nədir? İki mühitə ayıran sərhəddən sınır. Demək, işıq şüası bir mühiti iki mühitə ayıran sərhəddən sındıqda yayılma intensivliyində fərq olacaq. Demək, yayılma intensivliyi dəyişir. Baxırıq, indi biraz öncə nə dedik? Düşmə bucağı dedik. Burada düşmə bucağı perpendikulyarla nədir? Düşən şüa arasında qalan bucaqdır. Görsənir buradan. Burada isə sınma bucağı isə perpendikulyarla sınan şüa arasında qalan bucaqdır və daha azdır. İndi gəlin yayılma sürətinə baxaq. Diqqətlə baxsaq yayılma sürəti. Fikir verin əziz dostlar. Burada yayılma sürəti neçədir? 1-dir. Burada yayılma sürəti nədir? Fərqlidir. Bax, bu formada nədir? Yayılma sürətində biz təyin eləyəcəyik. Fikir verin. Çünki sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitdən böyük olan mühitə keçdikdə sındırma əmsalı artanda sürəti neynəyəcək? Azalacaq. Biraz öncə qrafik çəkmişdik. Yayılma sürəti sındırma əmsalı ilə necə asıldır? Tərs mütənasib asıldır. Yəni, burada sındırma əmsalı azdır, 1-dir. Yayılma sürəti də 1-ə bərabərdir. Amma burada sındırma əmsalı 1/5-dir. Yayılma sürəti artdığına görə, daha doğrusu sındırma əmsalı artdığına görə yayılma sürəti neynəyəcək? Azalacaq. Bunu da belə təyin eləmək olar. Görəsən, bəs enerjisində hansı fərq olacaq? Daha doğrusu tezliyində hansı fərq olacaq? Burada tezliyi bax bu formada göstərək. Görürsünüz? Bu formada yayılma tezliyi bu formada və yaxud da zaman bu formada. İndi bura baxırıq. Burada da görürsünüz, bax üst-üstə düşdü hardasa. Göstərsək. Deməli, yayılma zamanlarında heç bir fərq olmur. Bir-birinə nədir? Bərabərdir. Onda buradan belə nəticəyə gəlmək olar ki, yayılma tezliyi və nələri? Zamanları bir-birinə bərabər, tezlikləri, periodları, enerjiləri bir-birinə bərabər olacaq. Deməli, əziz dostlar, bunun haqqında bu qədər deyəcəyimiz kifayətdir. İndi gəlin, işıq şüası sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçdikdə və ya böyük olan mühitdən kiçik olan mühitə keçdikdə, belə deyək, perpendikulyara yaxınlaşır, yoxsa uzaqlaşır, o hala baxın. Əvvəlcə kiçik olan mühitdən böyüyə bax. Havada 1-dir, şüşədə isə 1,5-dir. Yəni 1-dən 1,5-ə keçdi. Sınaraq perpendikulyara nədir? Yaxınlaşdı. Fikir verin. Bu bucaq daha böyükdür. Düşmə bucağı, görürsünüz, bax, sınma bucağının daha böyük olacaq. Demək, işıq şüası sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçdikdə sınaraq perpendikulyara neynədir? Yaxınlaşdı. Mən burada, bax, bucağı dəyişdikcə neynəyəcək? Təbii ki, istiqamətimiz nədir? Daha da uzaqlaşacaq. Bax, mən uzaqlaşdırdıqca, sınma bucağını artırdıqca, daha doğrusu düşmə bucağını artırdıqca sınma bucağı da neynəyəcək? Artacaq. Amma fikir verin, tam səth boyunca yayıldı. Bax, bu formada azaltdıqca da sınma bucağı nədir? Azalacaq. Amma ümumiyyətlə sınaraq perpendikulyara nədir? Yaxınlaşır. Gəlin, havanı dəyişək, olsun şüşə. İkinci mühiti hava götürək. Deyək ki, ikinci mühitimiz nə olsun? Hava olsun. İndi sındırma əmsalı 1,5 olan mühitdən 1 olan mühitə keçdi. Görəsən, işıq şüası necə dəyişir? Fikir verin, əziz dostlar. Bax, işıq şüası bu formada düşdü. Bax, bu formada düşdü. Bax, düşmə bucağı daha böyükdür, yoxsa sınma bucağı? Əlbəttə, düşmə bucağı daha kiçikdir. Yəni, işıq şüası sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçdikdə, burada görsənir zaten, böyük olan mühitdən kiçik olan mühitə keçdikdə sınaraq perpendikulyardan nədir? Uzaqlaşır. Deməli, buradan da bax, bucağı dəyişdikcə bizim, bax, düşmə bucağını artırdıqca sınma bucağı da nədir? Artacaq. Aha, bax. Tam belə gətirdikdə isə, tam daxili qayıtma hadisəsi baş verir. Deməli, əziz dostlar, bununla da bu video izahımızın sonuna çatdıq. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.